Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugün mən sizinlə ingilis dilində ən çox istifadə olunan zamanlardan biri olan indiki sadə zaman haqqında danışacağam. Yəni present simple. Present simple zamanını gündəlik vərdişlər, faktlar, cədvəllər və ümumi həqiqətlər haqqında danışarkən istifadə edirik. Present simple zamanında cümlə qurmaq çox sadədir. İndi isə gəlin birlikdə baxaq present simple-da müsbət cümlə strukturunu necə qururuq. Hər hansı bir şəxs əvəzliyinin yanına fe'l artırdıqda biz present simple zamanında cümlə qurmuş oluruq. Sadəcə bəzi diqqət edəcəyimiz məqamlar var ki, I, you, we, they şəxs əvəzlikləri ilə fe'l dəyişmir. Sadə formada işlənir. Məsələn, I go. Amma üçüncü şəxsin təkində, yəni he, she, it şəxs əvəzliklərində fe'lin sonuna s, bəzən isə es şəkilçisi artırırıq. He eats dinner. Present simple-da negativ cümlə strukturunu qurmaq üçünsə biz do, does köməkçi fe'llərindən istifadə edirik. I, you, we və they şəxs əvəzlikləri ilə inkar düzəldərkən fe'ldən əvvəl don't işlədilir. He, she, it şəxsləri ilə inkar düzəldərkən fe'ldən əvvəl doesn't işlənilir. İnkar cümlələrdə fe'l həmişə öz ilkin formasında olur. Yəni go, eat, I don't like broccoli. İndi isə gəlin present simple-da sual cümləsini necə qururuq, ona birlikdə baxaq. Burada da biz yenə də do və does köməkçi fe'llərini istifadə edirik. I, you, we, they şəxs əvəzliklərindən əvvəl do işlədilir. He, she, it üçüncü şəxsin təkində isə onlardan əvvəl does işlədilir. Sual cümlələrində fe'l həmişə əsas formada olur. Yəni speak, eat. Do you speak German? Present simple-da istifadə olunan zaman zərflərinə gəlin birlikdə baxaq. Present simple zamanında adətən aşağıdakı sadə zaman zərflərini istifadə edirik. Never, heç vaxt, heç zaman. Rarely, seldom, nadir hallarda. Sometimes, bəzən. Often, frequently, tez-tez. Usually, adətən. Always, həmişə. Hələlik dostlar, videomuzu bəyəndinizsə abunə olmağı unutmayın.